Azərbaycanda varlı bir adam, biznesmen, iş adamıdır. Məsələn, bir kasıbdır, nə bilim, zəng eləyib, mənim yanımda dəfələrlə olub, insanların içində çox var. Məsələn, zəng eləyib, onun, məsələn, biznesmen qardaşı dünyasını dəyişib də, zəng eləyib ona baş sağlığı vermək istəyir. Zəng eləyir, o da telefonu götürmür. Zəng eləyir, götürmür. Ad boy verir. Zəng eləyir, götürmür. Zəng eləyir, götürmür. Ad boy verir. Bu bir də zəng. Niyə? Buna zəng elib deyəcək ki, qardaşını Allah rəhmət eləsin. Bu ona Allah rəhmət eləsin deməklə qardaşına xoşbəxt olur. Gör insan nə qədər acizdir, insan nə qədər və yaxud bayram təbrik. Sənin git lazımdır onun biznesmen qardaşının yasına getsən. Git özünə uyğun adamların qardaşının yasına get. Qoy onun da könlü xoş olsun. Sən də hörmətli ol. Sən o biznesmenin niyə bayramını təbrik eləməlisən? Bax bu mesajı ona niyə yazmalısan? Git özünə uyğun adamların bayramını təbrik elə də. Baxın onun qardaşın yasında sən nə ölümün qazıb ki, orada da özünə qarşı belə biganə ürəyin sınır, qəlb, arvadın var, uşağın var, ailən var, utanmırsan uşaqlarından.